Salam dostlar. Dersimiz zakaz bloku, breaker blok, yumuşaldıcı blok. Həftəlik qrafik Bitcoin. Təyin etmək. Zakaz blok. Ən axırıncı düşüş qırmızı şam. Görürsünüz, baxın burada göstərirəm. Ən axırıncı bizə düşüş qırmızı şam budur. Və qalxışda ən yuxarıda bağlanan yaşıl şam. Görürsünüz, baxın bu. Sonra bu. Necə təyin etmək olar? Onu izah edim. Götürək bizdə aşağıdakı bizim zakaz blokumuzu təyin etmə məsələsi. Baxın. Bu hissəni bir dənə blok çəkək. Demək ki, bağlanan şamın, ən axırıncı qırmızı şamın bağlanan yerindən kölgəsinə kimi. Aydındır. Kölgəsinə kimi. Kölgəsi, baxın, burada şamın uzun olduğu üçün burada görürsünüz, deşib düşüb aşağı. Ona görə burada biz bağlanan yerindən çəkirik. Əsas yerdə bağlanan yer olur. Və gördüyümüz kimi burada düşüşdə hardan reaksiya almışıq? Zakaz blokumuzdan görürsünüz. Zakaz blokumuzdan reaksiya almışıq yuxarı. Həmçinin yuxarıda axırıncı bağlanan yaşıl şam. Görürsünüz, baxın, bu sayılmır, bu V nasıl olubdur burada, ona görə bu götürülür. Vacib şam, bax, budur. Ona görə düzgün təyin etmək də vacibdir, hansıdır. Ona görə baxın, bunun bağlanan yerindən kölgəsinə kimi çəkirik. Gördüyünüz kimi həftəlik qrafikdə impuls gedibdir. İmpulsda proboy olubdur, lojnu proboy və sonra impulsla görürsünüz, deşib düşmüş aşağı. Deşib düşmüş aşağı, aşağıda bizdə zakaz blokları, baxın, yuxarıda əmələ gələn axırıncı qırmızı şamın bağlanan yeri ilə kölgəsi. Burada görürsünüz, növbəti impuls, korreksiya, impuls, korreksiya, impuls. Hər impuls bunun ya baş tərəfindən olur, bağlanan yerindən və yaxud aşağıdakı qırmızı zakaz blokundan olur. Reaksiya yuxarı. Necə ki, burada görsəndiyi kimi. Burada isə, baxın, bu qırmızı şamdır. Görürsünüz, bu axırıncı qırmızı şam, bağlanan yeri və kölgəsi. Görürsünüz, baxın, burada impulsdan düşüş olub, buradan aşağıya, yuxarı bağlanıb. Və bu isə, bu şam bağlanıb harada? Həmən bu şamdan aşağıda. Ona görə qalxıb tez, ara, axırdakı yaşıl şam, retest və ondan sonra agresiv düşüş. Hara düşüş? Aşağıdakı zakaz blokumuza, dəstək bloku sayılır, ən güclü. Və yumuşaldıcı blok isə, baxın, impuls, korreksiya, impuls. Bu yumuşaldıcı blok sayılır. Aydındır. Yumuşaldıcı blok sayılır bizdə. Zigzag var. Görsəlim burada. Baxın, impuls, korreksiya, impuls, korreksiya, impuls. Görürsünüz. Yumuşaldıcı blok bu cür sayılır. Görürsünüz, giriş misal üçün impuls oldu, korreksiya oldu zakaz blokuna və impuls oldu. Siz buranı buraxdıqsa əgər, biz burada axtarıq bunun üst hissəsi və bizim burada yaranan zakaz blokumuz. Aydındır, trend davam edirsə, giriş nöqtəsi burada axtarmaq lazımdır. Və dönüşdə də eyni ilə. Dönüşdə eyni ilə bizdə burada impulsdan düşüş oldusa, baxın bu cür. Görsədim, impulsdan dönüş oldusa aşağıya, bizdə burada zakaz blokumuz var, düzdür, zakaz blokundan aşağı impuls oldusa, qalxanda isə bura bizə olur nə breaker blok, aydındır. Biz bunu test edirik və yaxud qalxırıq, burada axırıncı, buradakı kimi yaşıl şamı maksimum test edib, ondan sonra düşürük aşağıya. Yenə də impulsdan agresiv. Demək ki, bunları silək. Bizdə oldu zakaz bloku, aydın axırıncı qırmızı şam,
axırıncı yaşıl şam yuxarıda bağlanan və aşağıda bağlanan. İşləyir 4 saatlıqda yaxşı işləyir, bir günlükdə, həftəlikdə. Burada necə indi aşağıda göstərdim sizə. İndiki halda nə baş verir? Baxın, biz bunu siləyim. Bizdə bura zakaz blokumuz bizə hara olur indi hal-hazırda. Baxın, bu yaşıl şamın bağlanan yerindən kölgəsi. Aydındır. Bağlanan yerindən kölgəsi ən hündür. Görürsünüz, bu yaxında olan bağlanan yerindən kölgəsi bizdə olur zakaz blokumuz. Bizə breaker blok hara olur? Görürsünüz, baxın, bu hissə. Bu hissədə demək ki, qırmızı şamın bağlanan yeri bir budur, bir də bu hissədir, ən vacib. Mən düşünürəm ki, bu hissədən yuxarı bizi buraxmayacaqlar. Baxın, blok çəkirəm burada. Və burada bizdə breaker blokumuz var. Və haradan reaksiya almışıq indi? Gündəlikdə keçək, baxın, həftəlikdə çəkirəm. Maksimum qalxacaq yerimiz ora olmalı. Gündəlikdə isə baxsaq, eyni ilə gündəlikdə baxsaq, görərik ki, demək ki, burada şam bağlanan yerindən, gündəlik şam bağlanan yerindən xət qoysaq, görərik ki, gəlib onu test etmişik, görürsünüz. Oradan reaksiya almışıq aşağı. Və yenidən bura gəlsək, gündəlikdə baxsaq, burada struktura baxsaq biz, görərik ki, bizdə nə əmələ gəlibdir burada. Bizdə burada əmələ gəlibdir yumşaldıcı blok. Baxın, impuls, korreksiya, impuls ola bilər. Bir daha ola bilər burada. Onu da təyin etmək üçün nə edirik? Blokları qeyd edirik. Baxın, axırıncı, qeyd edədiyimiz kimi axırıncı yaşıl şamın bağlanan yeri, görürsünüz, blok çəkirik. Biz bloku deşib qalxıb yuxarıda bağlansaq, o halda yuxarı gedə bilərik. Həmən bu bloku. Ehtimalla da deşib, bunu test edib, daha doğrusu test edib aşağı düşmə ehtimalı mən düşünürüm daha çoxdur. Amma bu halıda, indiki halda 50-50-yə deyərdim ki, düşüş 50-50-yə deməzdim. 70% aşağı, 30% yuxarı düşünürəm hal-hazırda. Amma ki, o da bloklara baxmaq lazımdır. Baxın, növbəti bizdə blok bu hissədir, görürsünüz. Gündəlikdə bağlanan yeri şamın, görürsünüz. Əgər biz bloku deşib aşağıya düşdüksə, böyük ehtimalla gedəcək aşağı. Bizdə həmçinin bu hissədir, görürsünüz. Baxın, bu. Axırıncı bizdə zakaz blokumuz buradır. Bu hissədir. Bunu lap belə deyək, bura bir xət qoyaq ki, bağlanan yerindən. Çünki düşsək oradan ehtimalla bu bağlanan yerinə gəlib çatacaq. Demək ki, variantlar indiki hal-hazırda necədir? Baxın, buradan impulsdan düşdük, düzdür indi? Baxın, buradan reaksiya alıb bura. Buradan yuxarı bağlansa, böyük ehtimalla bir də impuls olacaq bura. Çünki bu yumşaldıcı blokdur burada. Bura demək ki, bu blokda qərar vermək lazımdır. Pozisiya girməyə long üçün. Aydındır. Bu hissədən də short üçün pozisiya girmək, qərar vermək vaxtıdır. Ona görə, baxın, buradan aşağı deşsək, misal üçün, girdiniz buradan, pozisiyanı stopu qoydunuz bura, deşsəz buradan düşəcək bu hissəyə. Stopunuz da vuracaqdır. Buradan qalxış bura ola bilər. Burada ola bilər, buradan yuxarı yox, düşünmürəm. Amma bura düşsək, aşağı düşmə şansı 90% çoxalır. Yəni, qeyd edeyim, üst blokumuz olacaqdır, buradan görək nə baş verəcəkdir. Nəsə burada zigzag əmələ gəlsə, bu cür struktur əmələ gəlsə, onda böyük ehtimalla bu demək ki, yumşaldıcı blok əmələ gələcəkdir. Blokun alt hissəsi və burada üst hissəsinə yaxın yəni yenidən pozisiya girmək olar və burada bir neçə gündən sonra burada agresiv buranı deşib düşməli aşağı. Aydındır, agresiv deşib düşməli aşağı.
Necə ki yuxarıda. Baxın, burada da eyni ilə həmənki kimi olubdur. Görürsünüz, baxın, burada zakaz blokumuz, axırıncı şam bağlanan yeri. Baxın, bu hissə axırıncı şam bağlanan yeri. Görürsünüz. Və bizdə burada, baxın, bu hissə bizdə breaker blokumuzdur. Görürsünüz, baxın, bu şamın alt hissəsi bağlanan yer. Demək ki, breaker blokumuzdur. Demək ki, baxın, görürsünüz, baxın, impuls korreksiya impuls olub, axırıncı 4 saatlıq şam bağlanan yer, görürsünüz. Düşüş oldu. Demək ki, burada bizi bağladılar. Bizə bura blok sayılır. Buradan yuxarı qalxmalı deyilik. Və hara düşməliyik? Birinci yerimiz zakaz blokumuz. Görürsünüz, baxın, bu qırmızı şam, axırıncı qırmızı şamın bağlanan yeri, bunun üst hissəsidir, görürsünüz. Və buranın yenəmişi agresiv deşi düşmüş aşağı. Bizdə bura nə olur? Breaker blok. Aydındır. Breaker blok olur və biz bunu test etmişik. Görürsünüz, yenidən aşağı blok və oranı agresiv deşi düşmüş aşağı. Görürsünüz. Bu cür atqatsız. Görürsünüz necə? Çox agresiv deşi düşmüş aşağı. Və burada həmçinin eyni struktur. Eyni struktur. Keçmişə baxsaq, misal üçün gündəlik şamlardır. Keçmişə baxsaq, biz nələr olubdu keçmişdə? Keçmişdə də bizdə görürsünüz, baxın, struktur. Axırıncı bağlanan, qırmızı şamın bağlanan yeri və bunun üstündəki, görürsünüz, kölgəsi. Və düşüş agresiv, görürsünüz, baxın, bu hissi olub birinci, bu birinci zakaz blokun olubdur. Buradan reaksiya alıb, yuxarı hara reaksiya alıbdır. Görürsünüz, birinci burada zakaz blokunu, axırıncı zakaz blokumuzda, görürsünüz, buradan yenə çox yuxarı qoymurlar. Axırıncı düşüşdə, agresiv düşüşdə çox yuxarı qaldıra bilmirlər. Qaldıra bilərlər maksimum bu hissəyə. Və bu hissə axırıncı bağlanan yeri. Burada da olub, görürsünüz, baxın, burada axırıncı şam, yaşıl şam bağlanıbdır, düşüb aşağı və qalxmışıq, görürsünüz. Həmən bu şamı test etmişik, yenidən impulsdan aşağıya düşür. Həmçin bloku itidik, görürsünüz, baxın, burada. Hətta burada düşdü aşağı, buradan neçə gündən sonra görürsünüz, impulsdan qalxış oldu, burada bağlandı. Amma harada bağlanır, baxın, burada bizdə zakaz blokumuz var, ən yaxında olan. Oradan reaksiya aldır aşağı. Agresiv. Görürsünüz, baxın, bu blokları hamısını kəsib getdi aşağı. Yəni, bu agresiv atqatsız olur. Düşünürəm ki, eyni struktur, eyni ilə bu tərəfdə, aşağıda, yəni eyni strukturdur. Əgər düzgün təyin etmək olsa, edə bilsəniz, blokları onda alver etmək çox asan olacaq. Ona qeyd edirəm ki, ən vacib şeylərdən biri bloklardır. Zakaz bloku, qeyd edildiyim kimi, yumşaldıcı blok və breaker blok. Ən çox istifadə olunan da zakaz blokudur, unutmayın onu. Misal üçün, patternlardan, Fibonacci-dən əlavə etmək olar. Onda, misal üçün, üsulları var, Fibonacci-nin düzgün çəkməyin bir neçə usulu var, hərə bir cür istifadə edir. Mən də başqa cür istifadə edirəm. Sonra, yəni, üçkünclər, bayraqlar, nə bilim, baş çiyin strukturu, bunlar hamısı vacibdir, ümumi. Amma ən vacibi, yazı saxlayın, bloklardır. Yəni, hamısını bilsəz, blokları bilməsəz, zakaz blokun, ən vacibi zakaz blokunu bilməsəz, breaker bloku bilməsəz, yumşaldıcı bloku bilməsəz, onlar faydasız sayılır. Ona görə ən birinci öyrənə biləcəyiniz şey bloklardır. Çox tövsiyə edirəm ki, öyrənəsiz daha dərindən. Çünki qeyd etdiyim kimi, yəni bu strukturu bilsəz, qalan şey hasant gələcək. Ona görə hasantdır, çətin deyil, sadəcə düzgün başa düşmək lazımdır.
Все, bu qədər.